Salam əziz şagirdlər və valideynlər. Hər birinizi yenidən xoş gördük kanalımda. Bugün yenə fərqli bir mövzu ilə qarşınızdayım. Kanalıma nəzər yetirə-yetirə bu mövzu haqqında danışmaq istəyirəm. Hansı mövzu? Dərs videoları izah edən kanallar, həmçinin təbii ki, öz kanalım haqqında. Bu kanallar şagirdlər üçün faydalıdır, yoxsa ziyanlıdır? Bu kanallara, bu videolara baxmaq olar ya olmaz. Bəziləri faydalı olduğunu düşünür, bəziləri isə əksinə olduğunu düşünür. Bu barədə mən də öz fikirlərimi demək istəyirəm. Biraz danışmaq istəyirəm sizlərlə. Əvvəlcə ümid edirəm ki, tətiliniz xoş keçir. Mən də tətil olduğu üçün videolara ara vermişəm, dərs videolarına. Amma paylaşmasam da mən artıq çəkirəm videolar. Gördüyünüz kimi 5-ci sinif videoları var. İnşallah yeni dərs ilində paylaşılacaq bunlar. Hələ ki gizlidir. İndi vaxtım var deyə çəkirəm. Dərslər başlayanda məndə də vaxt olmur elə də. Ona görə mən də tətildən istifadə edirəm bu şəkildə. Bəli, dedim ki, dərs videoları çəkən kanallar haqqında danışmaq istəyirəm. Digərlərinin adını çəkməyəcəm, amma mənim kanalımdan da başqa yetərincə çox gözəl dərs izah edən kanallar var. Bu kanalların təbii ki, əsas məqsədi odur ki, şagirdlər dərsləri daha yaxşı başa düşsünlər, ev tapşırıqlarında çətinlik çəkməsinlər, biliklərini möhkəmləndirsinlər. Həmçinin şagirdlərdən əlavə valideynlərə də dəstəkdir. Mən bilirəm bu videolar, çünki çox yorumlar alıram, valideynlərdən təşəkkür alıram. Ona görə hər videonu başlayanda mən həm şagirdləri, həm də valideynləri salamlayıram. Çünki çox zaman valideynlər də çətinlik çəkirlər və özləri bu videonu izləyib övladlarına nəyisə öyrətmək, nəyisə başa salmaq istəyirlər. Dediyim kimi, videoların məqsədi öyrətməkdir, anlamağa kömək etməkdir. Amma bu videolardan necə istifadə etdiyiniz çox önəmlidir. Bəziləri videoları diqqətlə izləyir, izahları dinləyir, qeydlər aparır və çalışaraq öyrənir. Bu çox gözəl və sevindiricidir. Çünki siz bu fürsətdən düzgün istifadə edirsiniz. Amma təəssüf ki, bəziləri sadəcə cavabları köçürmək üçün videoya baxır, anlamadan, düşünmədən. Bunu etdikdə isə nə baş verir? Sadəcə yazmış olursunuz, amma öyrənməmiş olursunuz. Bir nümunə deyim. Düşünün ki, bıçaq aləti var. Bıçaqla yemək hazırlamaq olar, insanlara fayda vermək olar, amma bıçaqla zərər də vermək mümkündür. Deməli, hər bir alət ondan necə istifadə etdiyimizə bağlıdır. YouTube dərs videoları da belədir. Bu videolar sizin üçün, yardım üçün hazırlanır, sizə yardım üçün. Amma siz onlardan düzgün istifadə etməsəniz, yəni sadəcə köçürsəniz, nəticədə özünüzə ziyan vurmuş olarsınız. Əziz şagirdlər, öyrənmək üçün bu imkanlar bir nemətdir. Bizim vaxtımızda belə nemət yox idi. Biz nədənsə çətinlik çəkəndə bu şəkildə asanlıqla girib YouTube-dan baxa bilmirdik. Bilmədiyimiz elə bilməyərək də qalırdı. Amma siz bu nemətlərə sahibsiniz və bundan düzgün şəkildə layiqincə istifadə etməyi məsləhət görürəm. Dərs oxumaq, mövzuları anlamaq, öz gücünüzlə tapşırıqları yerinə yetirmək sizi gələcəyə hazırlaşdırır. Unutmayın, indi öyrəndikləriniz sabahki uğurunuzun təməlidir. Özünüz üçün öyrənin, başqasını keçmək üçün yox, özünüzü inkişaf etdirmək üçün çalışın. Bu videolar da bu yolda sizə bir dəstəkdir. Yəni, nəyisə başa düşməyəndə videolara daxil olub asanlıqla başa düşə bilərsiniz. Bəzən olur ki, şagirdlər məktəbdə mövzunu tam qavraya bilmirlər. Hər məktəbdə də dərslər eyni səviyyədə keçirilmir, bunu da qəbul edək. Və yaxud da təkrarlamaq ola bilər, məktəbdə başa düşür, amma evə gəlir, unudur. Bu zamanda təkrarlamaq məqsədi ilə, dərsi yenidən dinləmək, başa düşmək məqsədi ilə bu videolara baxa bilərsiniz. Yazdıqlarınızı yoxlamaq məqsədi ilə baxa bilərsiniz, köçürmək məqsədi ilə yox. Həmçinin bu videoda mən bu videolardan faydalanan şagirdlərin yorumlarını oxumaq istəyirəm. Baxın, burada mənə gələn yorumlardır. Əvvəlcə təşəkkür edirəm. Hədsiz sayda gözəl yorumlar alıram. Hər birinizə təşəkkür edirəm buna görə. Amma mən indi hansı yorumları oxumaq istəyirəm? Sırf bu videolara baxaraq
əlaçı olan şagirdlərin yorumunu oxumaq istəyirəm. 5 alan şagirdlər də çoxdur. Yəni yorum axtarış yerinə 5 yazsam daha çox yorum gələcək. Çünki yazırlar ki, məsələn, sizin sayənizdə 5 aldım, amma bunu bilmək olmur da. Tam deyə bilərsiniz ki, hə gedib köçürüb, ola bilər gedib 5 alıb. Amma əlaçı olmaq üçün təkcə ev tapşırıqlarını yazmaq yox, məktəbdə də tapşırıqları düzgün şəkildə yerinə yetirmək, ümumiyyətlə bütün dərsləri yaxşı yazmaq lazımdır ki, əlaçı çıxasınız. Yəni bu o deməkdir ki, bu uşaqlar bu YouTube videolarından sırf dərsləri yaxşı başa düşmək məqsədi ilə istifadə ediblər və bu onların faydasına toxunub. Baxın, məsələn, bu yorumlara baxaq. Çox sağ olun müəllimə, nə qədər desəm azdır və çox aydın izah edirsiniz. Sizin sayənizdə əlaçıyam. Növbəti video təşəkkür edirəm müəllimə. Sizin sayənizdə sinifin ən yaxşı oxuyanı, sinifin əlaçısı, həm də məktəb üzrə birinci oldum. Burada da sizin əziyyətiniz var. Hamısı sizin sayənizdə olubdur. Sizə minnətdaram. Mən də sizə minnətdaram. Çox sağ olun müəllimə, qəşəng izah edirsiniz. Sizi çox sevirik. Sizə təşəkkürümü bildirirəm. Sizin sayənizdə 23 ədəd fəxri fərmanım var. Sizə görə mən birinci yeri tutmuşam. Sizə təşəkkür edirəm. Əlaçıyam. Hamınız sizə görə. Allah razı olsun. Allah sizi qorusun. Amin. Mən də sizin hər birinizi sevirəm. Əslində sizə görə sözün o qədər də öz üzərimə götürmək istəmirəm. Bu sizin çalışqanlığınızın nəticəsidir. Sadəcə ola bilər mənim də burada bir kiçik rolum olubdu. Sonra davam edir. Sizin sayənizdə əlaçıyam. Sağ olun müəllimə, sinifdə əlaçıyam. Çox sağ olun müəllimə, Allah sizi qorusun. Sizin sayənizdə əlaçı oldum. Sağ olun müəllimə, başa düşmədiyimi buradan baxıram və əlaçıyam. Hələ mən sizin sayənizdə əlaçıyam. Çox sağ olun, siz mənə öyrətdiniz, dərslərimdən 5-4 alıram, əlaçıyam, sağ olun və s. uzun yorumdur, təşəkkür edirəm. Mən başa düşmədiyim tapşırıqlar bu kanala baxıram, məktəbimin əlaçıyam. İyi ki varsınız, sizi çox sevirəm. İyi ki bizimləsiniz, mən də hamınızı sevirəm. Mən də əlaçıyam, nə gözəl sizin sayənizdə öyrəndim mən. Çox sağ olun müəllimə, sizin sayənizdə sinifdə əlaçı oldum. Allah razı olsun, çox sağ olun. Yenə sənin sayəndə əlaçıyam, mən əlaçıyam. Yəni axtarış yerinə əlaçı yazdığıma görə sırf yorumlarda əlaçı olan sözlər gəlir yorumlara. Bundan əlavə buna oxşar yorumlar da çoxdur. Yəni bunu göstərirəm ki, həqiqətən də YouTube videolarından faydalanmaq olar düzgün şəkildə və bu uğur qazanmağınıza da yardım eləyə bilər. Yəni bu sizin üçün fürsətdir. Bu fürsəti dəyərləndirməyi məsləhət görürəm. Belə deyəcəklərim bunlar idi. Tətil müddətində dərs videoları çəkmirəm deyə mən də biraz dincəlmək istəyirəm, amma dediyim kimi gələn il üçün artıq hazırlıqlar gedir, videolar çəkirəm. Amma sırf paylaşdığım videolar yoxdur, keçən illərdən fərqli olaraq. Ona görə belə fərqli ağlımda olan mövzular haqqında sizinlə danışmaq istədim. Düzdür, indi yay tətilində bu videolar o qədər də izlənmir, bilirəm, uşaqlar dincəlir, amma yenidən dərs ili başlayanda yenidən bu mövzunu indidən danışım deyə, yəni hamı bilsin ki, necə istifadə etmək lazımdır, necə istifadə olunur bu videolardan. Düzgün şəkildə istifadə edək ki, bizim ziyanımıza yox, faydamıza olsun. Bu qədər. Ümid edirəm, bəzən qınayanlar da olur ki, niyə belə videolar paylaşırsınız, uşaqlar köçürür falan. Yəni onlar üçün də məncə cavab oldu bu yorumlar və dediklərim. Bu qədər, deyəcəklərim bu qədər idi. Mən də sizin hər birinizi sevirəm. Özünüzə yaxşı baxın. Yeni videolarda görüşərik.